Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ba'd. Demək, Quran-ı Kərimdə belə bir ayət var, Ənam surəsində. Mən ayətin Azərbaycan türkçəsində məalını oxuyuram. Rəbbimiz buyurur, de, xitab Muhammed sallallahu aleyhi və səlləmədir. De, həqiqətən mənim namazım, qurbanım, yəni bütün ibadətlərim, həyatım və ölümüm aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mən buna əmr olunmuşam və mən müslimlərin birincisiyəm. Yəni Allaha təslim olanların ilkiyəm. Ayənin əlbəttə çox dərin mənası var və bu ayədə bizim üçün ciddi bir mesaj var. Bu iki ayə tövhidin, yəni Allahı tək olaraq bilməyin, həyatın hər zərrəsində Allah Azze və Cəlləni birləməyin, təkləşdirməyin ən gözəl ifadələrindən biridir. Resulullah sallallahu aleyhi və səlləmə əmr olunur ki, bunu desin. Lakin həmin bu söz hər bir müminin həyat qayəsi olmalıdır. Hansı söz? İndi o sözü zikr edəcəyəm Allahın izni ilə. Diqqətlə bunu dinləyək və yadımızda saxlayaq. Həyatım və ölümüm. Demək, ayətdə Rəbbimiz buyurdu, mənim namazım. Bu, insanın Allahla birbaşa əlaqəsinin simvoludur. Deməkdir ki, namaz yalnız Allah üçün qılınar, riya, göstərmə, insanların razılığı üçün deyil. Ayətdə Rəbbimiz buyurur və mənim qurbanım. Burada nusuk, həm qurban kəsmə, həm də bütün ibadət formaları deməkdir. Yəni, ibadətlərim Allaha yaxınlaşmaq üçün etdiyim hər şey yalnız Allah üçündür. Və sonra ayətdən alacağımız dərslərdən biri də mənim həyatım və ölümüm. Bu, insanın bütün varlığını əhatə edir. Yəni, yaşamağım da, ölməyim də, bütün niyyətim də yalnız Allahın razılığına görədir. Həyatını da, ölümünü də Allah yolunda yönəltmək əlbəttə ki, imanın səmimi təzahürüdür. Sonra lillahi rabbil aləmin, aləmlərin Rəbbi olan Allaha məxsusdur. Yəni bütün həyatımız, ölümümüz, yaşayışımız, ən əsası da ölümümüz belə aləmlərin Rəbbi Allah üçündür. Lə şərikə ləh, onun heç bir şəriki yoxdur. Bu tövhidin əsas sütunudur. Allahın ibadətində, hökmündə, rəhmətində, yaradıcılığında ona ortaq yoxdur. Və bizəlikə umirtu, mən buna əmr olunmuşam. Bu, Peyğəmbərin və hər bir müminin borcunun Allahdan gələn əmrlə olmasıdır. Yəni, bu borc bizə Allahdan gələn əmrlədir. Yəni, biz bu yola öz istəyimizlə yox, Allahın əmri ilə gəlmişik. Və ənə əvvəlül muslimin, mən müsəlmanların birincisiyəm. Bu, Resulullahın Allaha təslim olma məsələsində ümmətə rəhbərliyini bildirir. Həm də hər bir möminə örnək. Mən də Allaha təslim olanlardan birinci olmağa çalışıram. Demək ki, buradan başa düşdük ki, bütün həyatımız, hətta ölümümüz də aləmlərin Rəbbi Allah üçündür. Allah bizi bu uğurda, bu ayətin əmr etdiyi hədəflə, bu hədəfdə başarı ilə yaşayan və həqiqətən də ölümü də Allah üçün olanlardan etsin. Allahümmə amin. Subhanəkə Allahümmə və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.